Bəli, həqiqətən çox acı çəkdiyimiz həmin təyyarə qəzasında 3 milli qəhrəmanımız doğuldu. Xatirələri uca tutulur. Çünki onlar öz həyatından çox sərnişinlərin həyatını düşündü. Əllərindən gələnin artığını etməyə çalışdılar ki, hadisə minimum itkilərlə bitsin. Məhz onların qəhrəmanlığı sayəsində çox sayda sərnişin həyatda qaldı. Milli qəhrəman adını qazanan ekipaj üzvlərinin 2-ci fəxri xiyabanda məzarları ziyarət edildi. Hamı sakit olsun, qabağa 20 nəfər gəlsin. Hamı kəmərlərini bağlasın. Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq. Hamı əyləşsin, kəmərini bağlasın. Dəhlizdə durmayın, təhlükəlidir. Hər şey yaxşı olacaq. Titrək səslə deyilən bu cümlənin arxasında böyük ürək və hiss etdirilməyəcək bir həyəcan var idi. Təhlükə ilə üz-üzə qalan sərnişinlər məhz bu səsin sahibinə inanaraq həyata tutunurdular. Sonuna qədər əzmini itirməyən təyyarənin ekipaj üzvlərindən 3-ü həlak olur. Bugün onların xatirəsi 2-ci fəxri xiyabanda anılır. Şuşa çıxmamışdan əvvəl axşam zəng elədi, qardaşının uşağını görmək istəyirdi, həmişə onunla danışdı. Amma heç demədi səhər mən uçuşa gedəcəm. Elə sağollaşdıq saat 11-də, dedi gedirəm yatmağa. Həyat yoldaşım milli qəhrəman Hökmə Əliyeva ilə nəinki ailəsi, bütün Azərbaycan xalqı, dünya Azərbaycanlıları fəxr edir. Hər birimizin qəlbində, ürəyində və tarixdə yaşayacaqdır. İnanırıq ki, bu cinayətin üstü açılacaq və cinayətkarlar layiqi cəzasını alacaqlar. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə xəsarət alıb. Mən bu bir ilin ağrısını sözlə ifadə edə bilmərəm. Onun da arzuları var idi. Amma həyat bir saniyədə yarımçıq qaldı. Bütün insanların diləklərini Aleksandr da istəyirdi. Ailə qurmaq, övladlarını böyütmək, normal bir həyat yaşamaq istəyirdi. Oğlumun həyatla bağlı planları da yarımçıq qaldı. Ailəmizin belə bir adəti var idi ki, axşamlar evdə birgə çay süfrəsi arxasında oturardıq və atam bizə uçuşlarından danışardı. Atam uçuş olmazdan bir gün əvvəl Groznyaya uçacağını bilirdi. O dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq. Çünki o yeni ili bizimlə qeyd etmək istəyirdi. Bu onun ən sevimli bayramı idi. Ancaq heyf ki, gəlmədi. Prezident İlham Əliyevin sərəncamına əsasən təyyarənin ekipaj üzvləri İqor Kişinyakin, Aleksandr Kalyaninov və Hökmə Əliyevaya ölümlərindən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Sağ qalan ekipaj üzvləri isə 1-ci dərəcəli rəşadət ordeni ilə təltif ediliblər. Heydər Əliyev Beynəlxalq Aeroportunda isə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin ötən il dekabrın 25-də yerinə yetirdiyi J282-43 nömrəli Bakı-Grozny reysində həlak olmuş şəxslərin xatirəsi sükutla yad edildi. Turanə Tağzadə, Samir Gülməmmədov, Nimət İskəndər, ATV Xəbər. Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirik. Allah ailələrinə səbir versin.